Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə birlikdə 7-ci sinif KSQ 5 variant A və B suallarını birlikdə işləyək. Əvvəlcə birinci sualdan başlayaq. Az aksesuar və yüngül ayaqqabı varsa, hansı geyim üslubudur? Əgər yüngül ayaqqabı deyirsə və aksesuar azdırsa, bu olacaq klassik. İkinci sual. Rahat ayaqqabı üzərində ciblərin olması ilə fərqlənən geyim üslubu hansıdır? Əgər üzərində çox cibi varsa, bu olacaq idman. A variantı. Üçüncü sual. Süni çiçək, şərf, əlcək varsa hansı geyim üslubuna aiddir? Yəni bu süni çiçək, şərf, əlcək nə idmanda var, nə də klassikdə. Bu olacaq romantizm. B variantı. Dördüncü sual. Nizami Gəncəvinin portret xalçasını kim yaratmışdır? Daha çox portret xalçası yaradan xalçaçı rəssamımız kim olmuşdur? Kamil Əliyev. A variantı. Beşinci sual. Qədimdə qablar nədən hazırlanırdı? Metal, dəmir, gil. Qədimdə qablar təbii ki, gildən hazırlanırdı. C variantı. 6-cı sual. Şüşə əşyalarının vətəni hara sayılardı? Misir, Yunanistan və Romada. Qədimdə Misirdə şüşə əşyalarının vətəni sayılmışdı. Yəni geniş yayılmışdı. A variantı. 7-ci sual. Ən qədim yemək əşyası nə sayılırdı? Kəngəl, bıçaq, boşqab. Ən qədim yemək əşyası nə olmuşdur? Bıçaq. B variantı. 8-ci sual. Ornament nədir? Naxış, hörmə, gil. Ornament naxış deməkdir və 3 növə bölünürdü. Hansıdır? Həndəsi, nəbati və zomov. A variantı. 10-cu sual. Portret nədir? Cansız əşya, insan təsviri, mənzərə. Cansız əşya natürmort adlanırdı. İnsan təsviri isə portret adlanırdı. Mənzərə isə təbiət rəsmidir. 11-ci sual. Hansı variantda xalçaçı rəssamlarda qeyd olunub? Səttar Bəhruzədə Bəhruz Çəngəli rəssam olduğu üçün Kamil Əliyev isə xalçaçı rəssamdır. 13-cü sual. Geyim üslubu neçə növə bölünürdü? 3 növə bölünürdü. Klassik, romantizm və idman. 13-cü sual. Təbiəti gəzməyə çıxanların və gəzintini sevən insanlar hansı üslubda geyim geyinərdi? Yəni təbiəti gəzməyə çıxanlar daha çox rahat geyim geyindiyi üçün idman. 14-cü sual. Hörmə nədir? Adından deyildiyi kimi dəridən, məftildən və digər məlumatlardan hazırlanan, məsələn, bir əşya, çanta və başqa əşyalar ola bilər. 15-ci sual. Romantizm üslubunda olan geyimlərlə hara getmək mümkündür? Daha çox özəl günlərə, toylara, ad günlərinə və məclislərə getmək mümkündür. 16-cı sual. İdman üslubunda geyim rəsmini çəkin. A variantı bu qədər. İndi isə B variantına keçid edək. B variantı. Birinci sual. İdman üslubunun əsas xüsusiyyəti nədir? Gözəllik, rahatlıq, bahalılıq. İdman üslubu daha çox rahatlıq tələb edir. Yəni B variantı. İkinci sual. Hörmə zamanı əsas istifadə olunan material nədir? Təbii ki, olacaq sap. Yəni sapdan hörmədən istifadə edilirdi. Ancaq taxta və dəmirdən hörmə kimi istifadə etmək mümkün deyil. Üçüncü sual. Hörmə sənəti daha çox hansı sahəyə aiddir? Rəngçalıq və qrafika xeyr. Burada olacaq dekorativ tətbiqi sənət. Çünki dekorativ tətbiqi sənət adından deyildiyi kimi dekor etmək sənətidir. Bəzək, dekor deməkdir. Dördüncü sual. Klassik geyim üslubu necə olurdu? Parlaq və qarışıq, sadə, səliqəli, idman üçün uyğun. İdman üçün uyğun olsaydı, bu idman üslubudur. Parlaq və qarışıq isə romantik üslubdur. Burada olacaq sadə, səliqəli. Beşinci sual. Romantik üslubun əsas məqsədi nədir? Sərtlik, sadəlik, zəriflik. Burada olacaq zəriflik. C variantı. 6-cı sual. Klassik geyimə hansı nümunə aiddir? Klassik geyimdə deməli burada olacaq kostyum. Yəni kostyumdan istifadə olunur. İdman dəsti idman üslubudur. Şort da həmçinin. 7-ci sual. Hörmə nədir? Saplarla toxuma, çağız qatlama, rəsm çəkmə. Burada olacaq saplarla toxuma. Açar sözümüz toxuma deməkdir. Toxuma varsa hörmə deməkdir. 8-ci sual. İdman üslubunda hansı geyim uyğun deyil? Trening, idman ayaqqabısı, kostyum. Kostyum bayaq dedik ki, hansı üslubdur? Klassik. 9-cu sual. Klassik üslub daha çox harda uyğundur? İdman zalında, rəsmi tədbirdə, piknikdə. Piknikdə və idman zalında idman üslubunda olan geyimlər uyğundur. Burada olacaq B. Rəsmi tədbirdə klassik üslubdur. 10-cu sual. Klassik üslubda geyimlər necə olur? Geniş və dalğınlıq, düzgün biçimli və sadə, çox rəngli. Burada olacaq düzgün biçimli və sadə. Sadə varsa klassikdir. 11-ci sual. Boşqablar, fincanlar neçənci əsrdə yarandı? Təbii ki, 15-ci əsrdə yaranmışdır. 13-cü sual. Ən gənc yemək əşyası nədir? Ən gənc yemək əşyası çəngəldir. Amma ən qədim yemək əşyası bıçaqdır. 13-cü sual. Boşqab və fincan nədən hazırlanırdı? Qədimdə boşqab və fincanlar gildən hazırlanmışdı. C variantı. 14-cü sual. Qədimdə insanlar qaşıq əvəzi nədən istifadə edirdi? Təbii ki, balıq qulağından.
15-ci sual. Kamil Əliyev kim olmuşdur? Deməli, Kamil Əliyev xalçaçı rəssam olmuşdu və daha çox o xalçalarında portret, xalçaları üstünlük təşkil edirdi. Məsələn, Nizami Gəncəvinin portreti olan xalçalar. Bunu nümunə göstərmək olar. 16-cı sual. Xalça rəsmini çəkin. B variantı isə bu qədər. Digər videolardan xəbərdar olmaq üçün abunə olmağı unutmayın.